Mən Miqdar Umudov 1964-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olmuşam. Kənd məktəbində orta, Göyçay Peşə məktəbində sürücülük ixtisası üzrə təhsil aldım. 2 il Sovet ordusunda xidmət etdim. Hərbi xidmətdən sonra kəndə qayıtdım və bir müddət sürücü işlədim. Ailə qurdum, 2 övladım var. 1993-cü ilin sentyabr ayında Qarabağa yollandım. Ağdamda yerləşən 190 saylı hərbi hissədə sürücü kimi xidmət etməyə başladım. Hərbi hissəyə, cəbhə xəttinə sursat daşıyırdım. Mənə tapşırılan işləri yerinə yetirir, sursatları hissəyə, cəbhə xəttinə vaxtında çatdırırdım. 1994-cü ilin yanvar ayında növbəti tapşırığa getdim. Ağdamın Güllücə kəndinə silah, sursat çatdırmaq lazım idi. Kəndə çatanda idarə etdiyim avtomobil qrad mərmisinə tuş gəldi və ayın 8-də torpaqlarımızın müdafiəsi uğrunda şəhid oldum. Bir gün əvvəl cəbhədən kəndə getmişdim. Sonuncu dəfə ailəm ilə, övladlarım ilə görüşdüm. 2 övladımı vətənə, ailəmə əmanət edərək cəbhəyə qayıtdım və şəhidlik zirvəsinə yüksəldim.